Hello everyone, herkese salamlar. Bugün sizlərlə Unit 3-ün bölməsində başlayacağıq. Təbiətlə bağlıdır. Gəlin vaxt itirmədən başlayaq. Deməli, vocabulary'də lüğət öyrənəcəyik bu gün. Gəlin birinci tapşırığımıza baxaq. Read the comments and match the pictures to them. Kommentləri oxu və şəkilləri birləşdir. 2 dənə artıq şəkil qalacaq. Gəlin birincini oxuyaq, tərcümə edək. Yesterday's heavy fog made me feel scared. It looked like horror movie. Gales, deməli burada başlayaq deyək. Bir dünənki ağır duman məni qorxutdu. O sanki qorxulu filmə bənzəyirdi. Gales which were blowing at very high speed and lightning, burada lightning işıqlanma deməkdir, made it even more scary. Deyir ki, duman, gales, yəni duman yox, daha doğrusu gales bilici güclü külək deməkdir. Güclü külək, hansı ki yüksək sürətdə havada uçuşan məni daha da qorxudurdu. We couldn't see anything. Biz heç nə görə bilmirdik. It looked like huge clouds joined the sky and the ground. Deyir biz o sanki iri buludlar sanki səmaya və yerə qarışmışdı, qoşulmuşdu. Luckily the fog cleared by 9 p.m. Xoşbəxtlikdən duman 9-da açıldı. But the gales will stay with us till tomorrow. Amma duman güclü külək sabah kimi bizlə qaldı. Burada hansı şəkil gedər? Təbii ki, mən burada əvvəldən əslində çəkmişdim videonu. Amma sadəcə bəzi səbəblərə görə silindi. Ona görə elə bunların üzərində izah edəcəm. Burada təbii ki, Y gedəcək. Çünki Y'də baxırıq görür ki, dumanlı hava şəraitidir və birincidə də dumandan danışdığına görə birə E gedir. 2. It is the most extreme weather conditions that I have faced so far. The heavy rainfall in the regions have caused floods. Deyir ki, o extreme weather, ekstremal hava havasıdır ki, ekstremal hava şəraitidir ki, mən üzləşmişəm. The heavy, yəni ağır yağış, regionlarda ağır yağış daşqınlara səbəb olurdu. People cannot continue their normal life. İnsanlar öz normal həyatını davam etdirə bilmirdi. The freezing temperature makes it even more challenging for people. Dondurucu temperatur insanlar üçün dəyişikliyə uğratmışdı. Unfortunately, it won't be any good tomorrow. Amma bədbəxtçilikdən sabah da yaxşı olmadı. The temperature will drop and rain will last till the end of the week. Temperatur düşəcək və yağış bizimlə həftə sonuna kimi qalacaq. Burada deməli 2B gedəcək. Çünki daşqından danışır, yağışdan danışır. Ona görə B gedir. Üçüncüdə I am from Russia. Mən Rusiyadanam. In winter it's very cold there. Burada hava çox soyuqdur. 3 years ago I moved to Azerbaijan. 3 il əvvəl mən Azərbaycana köçdüm. Here winters are mild. Burada qış mülayim olur. This year it's milder than normal and the temperature will continue to be higher than normal throughout January. Bu il normal havadan daha da mülayim oldu və temperatur artıq yanvardan başlayır yüksəyə davam etməyə başlayacaq. The only thing I don't like here is wind. Burada tək sevmədiyim şey küləkdir. It is almost windy every day. Demək olar hər gün küləklidir. Luckily it is a breeze in most cases. Amma bəzi vaxtlarda meh olur. I don't like strong wind. Mən güclü küləkləri sevmirəm. Burada da 3-də A gedəcək. Deyəcəksiniz, niyə D getmir? Çünki D-də sadəcə deyir, mən Rusiyadanam. Burada hava soyuq olur. Amma mətnin əsas məğzi daha buradan başlayır. 3 years ago. 3 years ago-dan başlayır, axırı kimi artıq Azərbaycandan danışır. Ona görə də əsas məlumatımız A olacaq. Şəkilli A olacaq. 4-ünə baxırıq. It was sunny and hot. Günəşli və isti idi. We were very happy when the shower started as the air was very dry. Deyir ki, biz bax sözlərin mənasını da yazmışam. Shower bilirsiniz ki, qısa müddətli yağış deməkdir. Biz qısa müddətli yağış başlayanda sevincli idik. Soon after the shower started, a thunderstorm started. Deyir, artıq qısa müddətli yağış dayandı, tufan başladı. We could see lightning everywhere in the sky. Suddenly it started hailing. Hailing ildırım deməkdir. Birdən ildırım başladı. Everyone tried to find a place to hide themselves. Hər kəs özlərini gizlətmək üçün yer axtarırdı. It all continued for about 15 minutes. O sadəcə 15 dəqiqə davam etdi. Then the sky cleared və
səma aydınlaşdı və the sun started to shine again və günəş artıq işıqlanmağa başladı. It was like a fun break. Burada 4-də də F gedəcək. Çünki 4-də qasırğa, görsünüz, ildırım. Bizi dəqiq uşaqlar. Burada yazmanı açsın, çünki yazmadan alınmır. Göz ildırımlar, göz bunlar ildırımlardır. Ona görə də biz 4-ə F variantını götürdük. Artıq qalan variantlar isə deməli F-i dedik, variant C, variant D. Yəni C və D şəkilləri artıqdır. Yəni extra picture-dir. İkinciyə baxırıq. İkincidə sözlər verilib uşaqlar. Sözlərin mənasını yazmışam və bu dediyim kimi əvvəl videonu çəkdim. Sadəcə uğursuz alındığına görə, yarıda kəsildiyinə görə mən artıq təzədən çəkməli oluram. Burada mənalarına baxırıq və 2 dənə variant verib bizə, A ya da B. Biz əvvəl də işləmişdik. Həmin sözün definitionuna uyğun variantı seçirik. Birincidə fog dedik ki, dumandır. Duman baxın, burada deyir ki, biraz donur. Aha, stars verib burada, düzdürmü? Deyir ki, onu görmək, ulduzları görmək çətindir. Ulduzları yox, sıra, yəni onu uzaqdan görmək çətin olur. Duman olur, heç sən görə bilmirsən. Ona görə bir də B gedir. 2 gale'dir. Gale güclü küləkdir. A very strong wind, burada dili mənasından bilinir. 3-də extreme weather, ekstremal hava şəraitidir. Yəni burada A variantı olacaq. Different from normal seasonal weather conditions. Normal hava şəraitindən fərqli. Yəni burada da A. 4-də flood. Flood daşqın deməkdir. Baxın, burada daşqın yağışla bağlı olur da, yağış. Düzdürmü? Deməli, yağışla bağlı olur. Burada qar verib. Qarla bağlı olmur. Ona görə də donmalar baş verir biraz ona görə. Ona görə də large amount of water. Suların çoxluğu artıq daşqına səbəb olur. Ona görə B variantı olur. Mild. Mild mülayim deməkdir uşaqlar. Özünə gəlsin. Mild mülayimdir. Adından da bilindiyi kimi mülayim. Warm and pleasant. Especially warmer than usual for the time of year. Ona görə 5-ə də B. Breeze meh deməkdir. Yəni breeze meh, yəni yüngül külək. A light and pleasant wind. Shower, shower dedik ki, qısa müddətli yağış deməkdir. Yəni short period of rain or snow. Qısa müddətli yağış və yaxud da qar. Thunderstorm dedik, tufan deməkdir. Yəni a storm with thunder and lightning. And usually heavy rain. Burada heavy rain bizə açar sözdür. Yəni güclü yağış, tufan. 8-də də B gedir. İndi burada qəşəng bir dənə sözümüz var. Damage, damage zədələmək deməkdir. To spoil or harm something. Nəysə dağıtmaq, əzmək deməkdir. Gəlir 3-cüyə. 3-cünün cavablarını mən yazmışam. Yazarkən elə kəsildi video. Baxın, burada 2-ci tapşırıqda olan sözləri 3-cü tapşırığa uyğun yerinə yetiririk. Başlayaq uşaqlar. Deyir, seasonal weather temperatures are above normal. Deyir, temperaturlar normaldan yüksəkdir. Above yüksək, hündür deməkdir, üzərində deməkdir. It has been a very, yəni buradan mild olacaq. Mild dedik nədir? Yəni, bu xatırlayın. Mülayim, yəni seasonal nə deməkdir? Burada very mild autumn olacaq. Yəni yüngül payız olacaq. Ona görə birə mild gedir. Yazaq burada da. Mild. İkincidə light sea breeze which blows from sea makes hot summer days cooler on the beach. Breeze nədir? Meh deməkdir. Yəni dənizdən belə uçuşan meh deməkdir. Ona görə də bura breeze gedir. When I was a child, I couldn't sleep through thunderstorm. Thunderstorm tufan idi və mətndə də oxuduq ki, ildırım baş verir da, güclü tufan olanda. Deyir, mən uşaq olanda mən yata bilmirdim. Nədən? Tufan olanda.
I just closed my ears with the pillow not to hear those scary sounds. Deyir ki, mən qulaqlarımı balışla, yastıqla örtürdüm ki, qorxulu səslər eşitməyim. Yəni, açıq aydın bilinir ki, burada thunderstormdur. Daha sonra, the shower spoiled. Uşaqlar, shower dedik nədir? Qısa müddətli yağış deməkdir. İndi burada niyə shower seçdik, onu deyəcəyim. Deyir ki, shower, yəni qısa müddətli yağış bizim piknik əyləncəmizi pozdu. It last just 5 minutes. Sadəcə 5 dəqiqədən davam etdi. Və qısa müddətli olubdu. Ona görə də buna görə shower götürürük. Shower. Heavy rains in İsmail'ı have caused floods. Ağır yağışlar həmişə daşqına səbəb olur. Deyir, İsmail'də ağır yağışlar daşqına səbəb olurdu, flood. Həm də definitionda dedi ki, a large amount of water deyir burada. Ona uyğunda biz flood'ı götürdük. Thick fog made driving dangerous. Deyir ki, duman maşın yəni sürməni təhlükəli elədi. Yəni maşın sürəndə dumanın əlindən görmürük axı yolları və burada onu demək istəyir. Luckily it cleared by afternoon. Deyir, yaxşı ki, yəni xoşbəxtçilikdən artıq günortaya aydınlaşdı. 7-cidə də gales olacaq. Baku is called city of winds. Deyir, Bakı küləklər şəhər adlanır. Gales burada dedik ki, güclü külək deməkdir. Gales which blow at higher speed. Yüksək sürətdə uçuşan, yəni yüksək sürətdə əsən deməkdir. Uşaqlar, mövzumuzun izahı bu qədər. Artıq reading gəlir. Onu da artıq növbəti video çərxdə izah edəcəm sizlərə. Ümid edirəm bugünkü video çərximiz sizin üçün faydalı oldu. Faydalı olsa bəyənməyi və abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.